güzgüyə baxanda nə görürsən? Yəni, sözün düzü adətən biz kim olduğumuzu düşünəndə, beynimizdə çox belə möhkəm, sarsılmaz bir bina təsəvvür edirik. Aha, elə bilirik ki, o təməl həmişə oradadır. Bax, dəqiq. Sanki adımız, keçmişimiz, xatirələrimiz və xarakterimiz betonla tökülüb. O əksə baxırsan və deyirsən ki, hə, bu mənəm. Dünən də mən idim, 10 il əvvəl də mən idim. Və böyük ehtimalla sabah da mən olacam. Bəli, amma bugün bizim missiyamız biraz fərqlidir. Biz bugünkü fəlsəfi mənbələrin dərinliklərinə enərək, o qırılmaz bağ dediyimiz şeyə tamamilə fərqli bir prizmadan baxacaq və təhlükəsizlik hissimizi bir kənara qoyacaq. Çünki daxilimizdəki o sabit mənin varlığına şübhə etmək, az qala ağlını itirmək qorxusu kimi bir şeydir. Bugün biz o qorxunun tam içinə girəcəyik. Deməli sənə, yəni dinləyiciyə, belə çox qəribə bir sualım var. Sən doğrudan da varsan, yoxsa bəlkə də bilirsən, sadəcə xatirələrin, hisslərin, daim dəyişən qavrayışların və hətta bəlkə də qrammatik bir illüziyanın yığınısan? Bu, fəlsəfə tarixinin bəlkə də ən sarsıdıcı suallarından biridir. Və bugünkü mənbələrimiz bizi David Hume, Ernest Mach və Immanuel Kant kimi mütəfəkkirlərin mətnləri üzərindən çox qəribə bir reallığa aparacaq. Həm də quru nəzəriyyələrlə yox. Biz heyvanların psixologiyasından tutmuş, ulduzlu səmanın sükutuna qədər hər şeyin daxili varlığımızla necə bağlandığını tapacağıq. Gəl elə David Hume'dan başlayaq. O, ümumiyyətlə mən anlayışını tamamilə inkar edirdi, elə deyilmi? Aha, bəli. Hume fəlsəfə tarixində bu məsələyə ən radikal yanaşanlardandır. O deyirdi ki, insanın daxilinə baxarkən orada sabit bir mən filan yoxdur. Yəni, daxilimizdə heç nə yoxdur. Bəs biz nə hiss edirik axı? Bax, o bunu belə izah edir. Daxilinə boylananda nə görürsün? Bir an üşüyürsən, 5 dəqiqə sonra sevinirsən, sonra acırsan, daha sonra keçmişdən nə isə xatırlayıb kədərlənirsən. Düzdür, hisslər dayanmadan dəyişir. Tamamilə. Və Hume deyir ki, bu hisslərin arxasında, yəni onlara nəzarət edən əlavə bir mən, obyekti, bir figur yoxdur. Biz sadəcə daim dəyişən, fasiləsiz axında olan qavrayışlar və duyğular yığınıyıq. Bir dəqiqə, yəni mənim daxili dünyam sadəcə bir musiqi playlistidir. Necə yəni playlist? Yəni, mahnılar yığınıdır da. Playlistdəki mahnılar, yəni mənim hisslərim, düşüncələrim dayanmadan, ardı-arxası kəsilmədən çalınır və dəyişir. Və o mahnılar dəyişdikcə, o an üçün mən dediyim şey də fərqli olur. Aha, çox maraqlı bənzətmədir. Deməli, ortada bir dinləyici yoxdur, sadəcə səs axını var. Belə çıxır. Bəli, Hume'un üçün ortada dinləyici qətiyyən yoxdur, ancaq o musiqi axını var. O, insanların öz daxilində dəyişməz bir ruh axtarmasına sadəcə gülürdü. Amma burada mənbəmizdəki bir fəlsəfi detalı da qeyd etməliyik. Kant Hume'u dahi hesab edə bilərdi, amma əslində onu daha çox yaxşı bir empirik psixoloq adlandırmaq olar. Niyə psixoloq? O fəlsəfəçi deyilmi? Çünki o, insan psixikasının səthini, o hisslərin dəyişməsini əla təsvir edir, amma dərinlikdə fəaliyyət göstərən əsas təməli qaçırır. Bilirsən, mənim üçün Hume'un bu fikrindən daha da irəli gedən başqa bir mütəfəkkir var bu mənbədə. Lichtenberg. Aha, bəli. Lichtenbergin qrammatika məsələsi. Dəqiq. O ümumiyyətlə deyir ki, bizi aldadıb mən illüziyasını yaradan şey dildir. Sadəcə qrammatikadır. Lichtenbergin yanaşması həqiqətən cəsarətlidir. O deyir ki, biz mən düşünürəm deyəndə artıq böyük bir səhvi yol veririk. Çünki dilimiz elə qurulub ki, hərəkəti edən bir mübtada tələb edir. Yəni kimsə o hərəkəti etməlidir kimi görünür. Bəli, bizi elə gəlir ki, içəridə kimsə əyləşib və o düşünmək düyməsini basır. O təklif edir ki, biz düşünürəm əvəzinə düşünülür deməliyik. Necə ki, yağış yağır deyirik, biz axı göy cismi yağışı yağdırır demirik, sadəcə prosesin özü baş verir. Tam olaraq belə. Düşüncələr də eynən yağış kimi sadəcə baş verir. Ortada onu düşünən bir mən yoxdur. Mən sadəcə cümlə qurmaq məcburiyyətiməm, özümüzə uydurduğumuz bir şəxsiyyətdir. Nə qəribə yanaşmadır. Amma biz bu xətt üzrə daha da böyük, belə deyək, kosmik miqyasa çıxmaq istəyiriksə, gərək Ernst Mach'ın nəzəriyyəsinə baxaq. Aha, Mach kainatı bütöv bir kompakt kütlə kimi görür.
Bax, bu hissə mənim xüsusilə diqqətimi çəkdi. Yəni, kainat bütöv bir kütlədirsə, onda biz nəyik? Hər birimiz bu nəhəng kütlənin içində necə fərqlənirik? Mən hardayam o kütlədə? Maksa görə ayrı-ayrı mənlər, yəni sən, mən, fərdlər, əslində həmin o sonsuz kainat kütləsinin müəyyən nöqtələrdə daha çox sıxlaşdığı mərkəzləridir. Sadəcə enerjinin cəmləşdiyi nöqtələrik. Yəni, biz sadəcə kainatın sıxlaşmış duyğu nöqtələriyik. Tamamilə. Yeganə real olan şey kainatdakı o proseslərin və duyğuların əlaqəsidir. Fərdi şəxsiyyət isə, Maksın təbirincə desək, tamamilə qeyri-realdır. Fərdi ölməzlik ümumiyyətlə yoxdur. Yəni, bu çox ağır fikirdir. Deməli, Maks iddia edir ki, mənim özümü tək müstəqil bir varlıq kimi hiss etməyim sadəcə yalandır. Bəli, sırf illüziyadır. Bəs onda mən niyə bu yalanı belə real hiss edirəm? Niyə mən dayanmadan özümü qorumağa çalışıram, həyatda qalmağa çalışıram? Çünki, bilirsən, bu illüziya bizim işimizə yarayır. Maks bunu sırf biyoloji bir izahla, yəni Charles Darwinin təkamül nəzəriyyəsi ilə əlaqələndirir. Aha, yaşamaq uğrunda mübarizə məsələsi. Dəqiq, özünü qorunmalı olan müstəqil bir varlıq kimi hiss etməsən, necə mübarizə apara bilərsən? Təkamül bizi bu mən illüziyasına inandırır ki, təhlükədən qaçaq, yemək tapaq, nəslimiz davam etsin. Yəni, mən anlasaydım ki, sadəcə kainatın bir düyməyəm, uçurumun kənarına gələndə geriyə çəkilməzdim. Ehtiyacım olmazdı. Heç bir motivasiyan olmazdı ki, özünü xilas edəsin. Düzdür. Bu ilk baxışdan çox məntiqli səslənir. Yəni, təkamül məni aldadır ki, sağalım. Amma burada mənim üçün böyük bir ziddiyyət var, bir qırılma nöqtəsi. Hansı mənada? Nə qırılır ki? Bax, əgər mən sadəcə təkamülün uydurduğu bir illüziyayamsa, sadəcə o bayaq dediyimiz hisslər playlisti isəm, bəs onda mənim bu xarakterim necə yaranıb? Axı, mən 5 il əvvəlki uşaqlıq xatirələrimi daşıyıram. Bir hadisəyə 10 il əvvəl necə reaksiya verirdimsə, bugün də təməldə o qəzəbim, o sevincim eyni xarakterin süzgecindən keçir. Əgər hər şey dəyişirsə, mənim içimdəki o dəyişməz rəng haradan gəlir? Maks əslində şəxsi xatirələrin dəyərini çox kiçildir. Lakin elə məhz sənin qeyd etdiyin nöqtədə onun nəzəriyyəsi böyük bir zərbə alır. Və ən qəribəsi odur ki, bu zərbə ilə biologiyanın özündən gəlir. Biologiya ona qarşı çıxır. Bəli, canlı ilə cansız arasındakı fərqi anlamaq lazımdır. Mənbəmizdə belə bir nümunə var. Bir kristala baxaq. O hər tərəfdən həmcinsdir, hər tərəfi eynidir, cansızdır. Amma istənilən üzvi, yəni canlı varlıq, daim fərqli hissələrdən ibarətdir. Onun ayrı-ayrı orqanları var və bütün bu hissələr bir fərdilik mərkəzi ətrafında toplanıb. Yəni, sən deyirsən ki, sadəcə hissələrin birləşməsi deyil, o hissələri bir yerdə tutan vahid bir qanuna uyğunluq var. Məhz belə. Biologiyada buna idioplazma adlı bir konseptlə yanaşırlar. Bunu belə başa düşə bilərik. Təsəvvür et ki, bu, hər canlının içindəki fərdi bir barkod kimidir. Barkod, aha, hər kəsdə fərqli olan bir şey. Düzdür. Sən nə qədər böyüyürsənsə böyüyü, mühitin nə qədər dəyişsin, o barkod, yəni daxili empirik xarakter olduğu kimi qalır. İnsanın hiss etdiyi ən xırda duyğunun belə o fərdə xas spesifik çaları olur. Və işin maraqlı tərəfi odur ki, bu təkcə insanlara yox, bütün ali heyvanlara da aiddir. Aha, yəni heyvanlarda da fərdi xarakter var. Əlbəttə, itlərlə işləyən ovçular, atlara bələd olan insanlar yaxşı bilirlər ki, hər bir heyvanın eyni növün digər üzvündən fərqlənən təməl bir xarakter olur. Bir dəqiqə, deməli, əgər mənim itimin belə sabit, dəyişməz bir xarakteri varsa, mən necə ola bilər ki, sadəcə gəlib gedən hisslərin təsadüsü bir toplusu olum? Bu inandırıcı deyil axı. Tamamilə haqlısan, ola bilməz. Deməli, biologiya sübut edir ki, içimizdə daxili bir qanun, bir struktur var. Lakin biologiyada son nəticədə fiziki aləmdir də, təbiətdir. Mənə elə gəlir ki, bu hələ də o mütləq məni, duyğulardan tam asılı olmayan o fəlsəfi mərkəzi tam izah edə bilmir. Əgər biz tam olaraq fərd olduğumuzu sübut etmək istəyiriksə, fiziki bədəndən kənara çıxmalıyıq bəlkə. Sən çox düzgün bir nöqtəyə toxundun. Biologiya bizə sabit xarakter verir. Amma bu empirikdir. Yəni sırf təcrübəyə, hissiyata əsaslanır. Lakin içimizdəki o mütləq sabitliyə nail olmaq, onun varlığını sübut etmək üçün biologiyadan tam çıxmalıyıq. Hara gedirik bəs? İnsan təfəkkürünün ən sərt, ən birmənalı sahəsinə. Məntiqə. Məntiq.
Yəni, sözün düzü bu mənə biraz qəribə gəlir. Məntiq mənim üçün çox quru, bilirsən, riyazi qanunlar toplusudur. Özümü kəşf etmək üçün bu soyuq düsturlara niyə ehtiyacım var ki? Məntiq mənə mənim varlığımı necə sübut edə bilər? Bunun üçün məntiqin ən fundamental, ən bəsit görünən qanununa baxmalıyıq. Eynilik prinsipinə. Yəni, A bərabərdir A qanununa. A bərabərdir A. Riyaziyyat dərslərini xatırladır. Bəli. Bəzi empirist filosoflar, məsələn John Stuart Mill, hətta Hegel belə düşünürdü ki, bu A bərabərdir A tamamilə mənasız boş bir cümlədir. Onlar buna taftologiya deyirdilər. Yəni sən mənə alma almadır deyəndə, mənə almanın dadı, rəngi haqqında heç bir yeni informasiya vermirsən. Tam olaraq belə. Onlar deyirdilər ki, bu təfəkkürə yeni bilik qatmır. Düz deyirlər də. Sən demək, mənim daxili dünyamda nə baş verdiyini mənə izah etmir axı. Bu quru bir bərabərlikdir. Bax, elə böyük yanlışlıq da məhz burada başlayır. Çünki mənbəmiz izah edir ki, A bərabərdir A-nın məqsədi sənə təcrübəvi olaraq yeni məlumat vermək deyil. O, ümumiyyətlə hər hansı bilginin mövcud ola bilməsi üçün təməli qoyur. O, düşüncəmizin normasıdır. Normasıdır. Bunu necə başa düşək? Məsələn, biz psixoloji olaraq şir haqqında düşünəndə ağlımıza onun səsi, yeləsi, vəhşiliyi gəlir. Və bu təsəvvürlər daim dəyişkəndir. Amma şir anlayışının özü məntiqi konsepsiya kimi mütləq sabitdir. Aha, yəni biz fikrimizi o dəyişməz obyektə yönəldirik? Bəli. A bərabərdə A qaydası sübut edir ki, gördüklərimizdən, eşitdiklərimizdən tamamilə asılı olmayan bir mütləqlik, dəyişməz bir həqiqət var. Aha, deyəsən başa düşürəm. Bu A bərabərdə A-nın ağırlığını dinləyici üçün də sadələşdirmək adına belə bir analogiya aparaq. Təsəvvür et ki, sən fırtınalı bir dənizdəsən, gəmidəsən. Hər şey, altındakı taxtalar, su, hava dayanmadan dalğalanır, hərəkət edir. Bu elə Hume'un dediyi o dəyişən hisslərimizdir də, düzdür? Vaxt dəqiq. Sən gəminin içində nəyəsə baxıb, harada olduğunu müəyyən edə bilməzsən. Çünki gəmi ilə birlikdə o da hərəkət edir. Naviqasiya üçün sənin o fırtınadan tamamilə kənarda, hərəkətsiz bir şeyə ehtiyacın var. Qütüb ulduzu kimi bir şeyə. Tamamilə. Sən yalnız o sabit nöqtəyə əsasən xaosun içində yerini tapa bilərsən. Yəni deyirsən ki, məntiqin bu A bərabərdir A qanunu məhz təfəkkürümüzün o qütb ulduzudur. Dəyişməz koordinatıdır. Çox gözəl izahdır, bəli, odur. Amma burada çox kritik bir detal var. Fərq ondadır ki, o mütləq koordinat səndən kənarda kosmosda deyil. O elə sənin öz içindədir. Mənim içimdədir. Aha. A bərabərdir A müddəası əslində obyektlərin mövcudluğundan çox elə mənəm faktını sübut edir. Əgər sənin daxilində o mütləq eynilik olmasaydı, sən ətrafdakı dəyişikliyi dərk edə bilməzdin. Çünki fasiləsiz dəyişən bir şey öz dəyişikliyini hiss edə bilməz. Bax, deməli məntiq bizə çox aydın şəkildə sübut edir ki, bizim daxilimizdə hisslərin təlatümündən asılı olmayan, tam mütləq ağılla dərk olunan sarsılmaz bir mən var, bir subyekt var. İndi gözlə, mən burada biraz etiraz etməli olacağam sənə. Sən deyirsən ki, məntiq mənim o dəyişməz mənimin varlığını sübut edir. Yaxşı, varam, amma məntiq sadəcə düşünmə qaydası da axı. Soyuq bir riyaziyyat kimi bir şeydir. Bu sabit nöqtə nəsə edir ümumiyyətlə. Necə yəni nəsə edir? Yəni, əgər mən sadəcə bir məntiq nöqtəsiyəmsə, bunun mənim gündəlik həyatıma, verdiyim qərarlara, yalanlarıma nə aidiyyatı var? Mən niyə kiminsə xətrinə dəyəndə vicdan əzabı çəkirəm? Məntiq vicdanı və məsuliyyəti necə izah edə bilər? Bax, sənin bu sualın bizi fəlsəfənin ən dərin qatına, yəni Kantın fəlsəfəsinin düz mərkəzinə gətirir. Kantda çox sarsıdıcı bir paradoks var. O sübut edir ki, məntiq və etika əslində eyni şeydir. Bircə dəqiqə, eyni şeydir. Biri doğru düşünməkdir, o biri doğru davranmaq. Bunlar necə eyni ola bilər? Çünki onların hər ikisinin təməlində insanın yalnız və yalnız özü qarşısında daşıdığı vəzifə dayanır. Düşüncədə məntiqin qaydalarına xəyanət etmək yanılmadı, davranışda isə öz daxili qanununa xəyanət etmək yalandır. Aha, yəni ikisi də daxili normaya xəyanətdir. Tamamilə. Həqiqət isə sadəcə birdir. İnsan yalnız məntiqli olanda və eyni zamanda əxlaqi qanuna tabe olanda tam olaraq
özü olur. Və burada biz Kantın praktiki zəkanın tənqidi əsərinə, yəni insan azadlığına gəlirik. Azadlıq məsələsinə. Bəli, Kant iddia edir ki, daxilimizdəki bu əsil mən fiziki dünyanın səbəbiyyət qanunlarından tamamilə kənardadır. O, xeyir və şər arasında sərbəst seçim edir. Yenə də etiraz etməliyəm, bilirsən, biz doğrudan da bu qədər sərbəstik. Bəs mühit, bəs genetika. Çox vaxt insanlar deyir ki, məni şərtlər məcbur etdi, mən belə böyümüşəm, fərqli edə bilməzdim. Sən də deyərsən ki, bu mən tamamilə azaddır. Bunun konkret sübutu var? Var. Özü də o sübut laboratoriyadan gəlmir. Hər bir insanın ən dərin hisslərindən gəlir. O sübut sənin az əvvəl özünün qeyd etdiyin hissdir. Hansı hiss? Peşmançılıq və günahkarlıq. Aha. Bax, əgər sən tamamilə mühitin, şərtlərin və instinktlərin qurbanı olsaydın, əgər başqa cür davranmaq şansın fiziki olaraq sıfır olsaydı, sən heç vaxt peşmançılıq hiss etməzdin. Çünki başqa şansım yox idi deyə düşünərdim. Dəqiq. Suyun axaraq dərəni oyması günahkarlıq yaratmır. Çünki suyun başqa yolu yoxdur. Sənin günahkarlıq hiss etməyin isə daxili, əsil, məninin, sən fərqli seçim edə bilərdin, sən azadsan deməyinin ən böyük sübutudur. Vay, bu doğrudan da adamı sarsıdan bir fikirdir. Yəni, mənim peşmançılığım əslində əzilib büzülməyim deyil, əksinə mənim azadlığımın sübutudur. Amma bilirsən, bu qədər böyük azadlıq həm də böyük bir yükdür axı. Bütün məsuliyyət sadəcə mənim üzərimdə qalır. Elə bu ağırlığa görə insanlar həmişə bundan qaçmağa çalışırlar. Azadlığın gətirdiyi bu nəhəng yükü daşıya bilmədikləri üçün özlərinə kənardan bir Yegova uydururlar. Yegova, yəni dini mənada. Yox, təkcə dini mənada Allah demək deyil. Bu, ola bilər cəmiyyət, ictimai qınaq, dövlət qanunları, hər hansı bir avtoritet, valideynlər və ya ideologiyalar. Fəlsəfədə buna heteronomiya deyilir. Yəni, qanunu özündən kənarda axtarmaq. İnsanlar istəyirlər ki, kimsə onları necə yaşamaq lazım olduğunu desin. Təki o günahkarlıq, o məsuliyyət onların çiynindən düşsün. Eləmi? Tam olaraq. Məsuliyyətdən qaçışdı bu. Amma bircə dəqiqə, biz sosial varlıqlarıq axı. Mən kiməsə yaxşılıq edəndə onun gülüşünü görmək istəyirəm. İşimi yaxşı görəndə istəyirəm cəmiyyət məni təqdir etsin. İndi Kant deyir ki, mənim cəmiyyətdən təsdiq gözləməyim, onlarla harmoniya qurmağa çalışmağım bir zəiflikdir, qorxaqlıqdır. Səslənişi bəlkə qorxunçdur, amma... Yəni, bu sənə də biraz qeyri-insani və ya çox soyuq belə deyək, robotik səslənmir? Soyuq səslənə bilər. Amma Kantın həqiqəti məhz budur. Bəli, kənar təsdiq axtarmaq qorxaqlıqdır. Kant deyir ki, əgər sən yaxşı bir işi cəmiyyət sənə əlasan desin deyə edirsənsə, sən hələ də öz qanununa tabe deyilsən. Sırf alqış üçün edirəm deyə. Bəli, sən əsl azadlığına, yəni avtonomiyaya çatanda başa düşürsən ki, sən kainatda tamamilə təksən. O məqamda kənar cəmiyyət ətrafdakı səs-küy tamamilə sükuta qərq olur. Əsl mən sonsuz və sarsıdıcı bir tənhalıqdadır. Bu çox dərindir. Və bu, Kantın o ən məşhur statına bizi gətirib çıxarır. O deyir ki, iki şey qəlbi həmişə yeni və artan heyrətlə doldurur. Başım üzərindəki ulduzlu səma və daxilimdəki əxlaqi qanun. Mən bu cümləni çox yerdə eşitmişəm. Bilirsən, bəzən romantik bir şeir misrası kimi də istifadə edirlər bunu, lakin indi bütün bu müzakirədən sonra mən onun əsl dəhşətini və ağırlığını dərk edirəm. O ulduzlu səma, o uçsuz-bucaqsız, soyuq və səssiz kainat mənim cismani dəyərimi heçə indirir əslində. Çünki fiziki olaraq biz o boşluqda heç nəyik. Bəli, mən bu nəhəng boşluqda sadəcə kiçik, bir müddətli yaranmış bir toz dənəsiyəm. Düzdür. Və məhz o ulduzlu səmanın sükutuna qarşı sənin yeganə dayaq nöqtən daxilindəki əxlaqi qanundur. Fiziki kainat sənə nə qədər sən heç kimsən deyirsə, daxilindəki o əxlaqi qanun, sənin tək başına etdiyin seçimlər, kimsənin alqışına ehtiyac duymadan özünə verdiyin hesabat sənin dəyərini sonsuzluğa ucaldır. Yəni o, məni sadəcə təbiətin instinktiv bir mexanizmi olmaqdan qurtarır? Bəli. Kantın bu təsvir etdiyi fərd heç kimdən şəfqət diləmir, heç kimin qarşısında rəqs etmir. O səssiz qalan kainatda yalnız öz daxili qanununa, o dəyişməz məninə tabe olur. O tənhalığı bütün əzəməti ilə qəbul edir.
Bilirsən, bugün bizim keçdiyimiz fəlsəfi yol həqiqətən insana çox fərqli pəncərələr açır. Biz başlanğıcda Hume'un o dəyişən mahnılarla dolu playlistindən, yəni o duyğular yığınından yola çıxdıq. Sonra Ernst Mach ilə kainatın o kompakt tipləsinin sıxlaşmış nöqtələri olmağı düşündük. Aha, sonra isə biologiya gəldi. Bəli, bioloji baxışa endik, idioplazma ilə fərdi barkodumuzu gördük, lakin əsl dönüş nöqtəsi məntiqin o A bərabərdir A qanunu vasitəsilə içimizdə fırtınalı hisslərdən kənar duran o dəyişməz qütb ulduzunu tapmamız oldu. O mütləq məni kəşf etmək. Və sonda anladıq ki, o kəşf etdiyimiz mərkəz sadəcə var olmaq üçün deyil. O, bütün sosial təsdiqlərdən, alqışlardan kənarda, yalnız öz qarşısında məsuliyyət daşımaq üçündür. Və elə bu nöqtədə düşünürəm ki, bütün bu eşitdiklərimizi modern həyatımıza tətbiq etməyin tam vaxtıdır. Çünki Kantın Yogova adlandırdığı o kənar təsdiq ehtiyacı bugün bəlkə də bizim sosial mediadakı bəyənmələrimizdir. Və ya cəmiyyətin bizdən gözlədiyi o uğurlu insan profilidir. Dəqiq belədir. İş yerində hamının bizdən razı qalması üçün hiss etdiyimiz o xroniki saxtakar sindromudur. Əgər bugün öyrəndiklərimizi bir cümlə ilə ümumiləşdirsək, sənin içindəki o vicdan əzabı, o səhv etdim duyğusu sənin qüsurlu olmağının deyil, əksinə sənin sərbəst iradəyə sahib olmağının, həqiqətən azad olmağının təməl sübutudur. Məhz azad olduğun üçün peşman olursan. Bəli. İndi isə bu analizimizin sonunda mən səni çox qəribə bir sualla baş-başa buraxmaq istəyirəm. Bugünə qədər qurduğun həyatı, atdığın addımları, bəlkə də gülümsəyərək verdiyin o kiçik güzəştləri bir xatırla, başqalarını məmnun etmək, kənardan təsdiq almaq və belə deyək, yaxşı insan olmaq üçün oynadığımız bu rollar, bəlkə də sadəcə o əsl azadlığımızdan, məsuliyyətin o sarsıdıcı tənhalığından qaçmaq üçün uydurduğumuz rahat bir bəhanədir. Əgər kainat doğrudan da tamamilə səssizdirsə və gecənin sonunda səni alqışlayacaq, təsdiqləyəcək heç kim yoxdursa, sən bütün cəmiyyətin səsini kəsib, yalnız daxilindəki o qanuna qulaq asmağa hazırsanmı?